Payızın 44 anı şəhidlərə sunulmuş kitabın həm müəlliflərindən biri, Azərbaycan Yazıçılar Birliyi üzvü, sevilən şairə Xatirə xatun. Hər vaxtınız xeyirli olsun, dəyərli şəhid ailələri, qədir-bilən Lənkəran ictimaiyyətçiləri və tədbir iştirakçıları. Baharın yurdumuza üst tutub gəldiyi bu gözəl günlərdə və müqəddəs Ramazan ayının yaşadığımız bu gözəl anlarda, zamanda hər birinizi salamlayıram. Dilinizdən dua, qəlbinizdən iman işığı əskil olmasın. Və məhz o iman işığı idi ki, bu gəncləri, bu cavanları vətən uğrunda savaşa apardı. Hansı ki, bugün biz onlardan birinin, Mehman qardaşımızın, Lənkəranın, Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda verdiyi ilk şəhid, Mehman Şidvanovun mövludunu qeyd edirik. Doğulanda tək bir elin, bir evin, bir ailənin övladı idisə, bugün onun 45-ci mövludunu elliklə, hamılıqla qeyd edirik. Ki, mən düşünürəm ki, buna dəyərdir. Şəhid ailələrinə əslində belə tədbirlər, yəni fürsətdən istifadə edib, həm də bu tədbirlərin, bu layihənin başında duran Gedəyev Mərkəzinin rəhbərliyinə, Reyhanə xanıma, təşkilatçı Cəfər müəllimə və dəstəkdə bulunan bütün qurumlara təşəkkürümü bildirirəm. Çünki bu cür tədbirlər bizim özümüz üçün deyil, bizdən sonra gələcək nəsillər üçündür. Burada eləşən ağsaqqallar, ağbirçəklər üçündür. Onların göz arxada qalmasın ki, biz unutmuruq bizim üçün olunanları, vətən üçün olunanları. Gənclər, bu körpələr, məktəblər var burada. Bunlar üçün çox böyük bir motivasiyadır ki, görsünlər ki, biz necə yaşadırıq tariximizi və bayaq natiqlərdən birinin dediyi kimi, gərək ki, şəhidin əmisi dediyi kimi, biz əlbəttə ki, öləriyik, biz gedəcəyik, söz uçar, amma yazı qalar. O yazılardan biri də bizim bugün mənim təmsillədiyim Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar müəllimlə birlikdə Lənkəran şəhidlər haqqında yazdığımız Payızın 44 anı kitabı idi. Bütün sevgilərin ünvanı vətəndir. Bugün sizi bura toplayan o məqsəd də, ali məqsəd də vətəndir. Buna görə də mən istəyirəm bugün sizə vətənimizi vəsf etdiyim, həm də şəhidlərimizi andığım bir şeirimlə istəyirəm sizin qarşınızda çıxış edəm. Dağlarında daş olun, daşına dönün vətən. Bəlası əskilməyən başına dönün vətən. Bu xalqın, bu millətin gözünün qurumayan yaşına dönün vətən. Məni çevir, dolandır, başına dönün vətən. Başına dönün vətən. Anasız şəhidinə ağı deyib ağlaram. Qururumu əymərəm, qəddim əyib ağlaram. Ağlaram həzin-həzin, ağlaram narın-narın. Tutaram matəmini xəzəl olan, heç olan, puç olan arzuların. Qara giyib ağlaram, əllərindən xınası, qulağından toyunun çəkilməyən sədası, o igidə ağlaram. İçində sən adlı eşq, yuva quran bu qəlbi, didə-didə ağlaram. Alaram göz yaşını, el içində yar deyib ağlamağa utanan, əlinin xınasını gözünün yaşı yuyan gəlinin yanağından, ona da mən ağlaram. Qoşulub ürəyinə qardaş dağı çəkilən o şəhid bacısına, onunla tən ağlaram. Diz qoyaram uğrunda canlar gedən torpağa, oturaram yanında o şəhid anasının, mən də layla çalaram. Bu əbədi yuxuya gedən nakam uşağa, atasının yanında tox tutaram özümü. Sözə qulaq asmazsa gizlin silim gözümü. Yox belə olmaz indi, biraz toxduyum gərək. Çünki yaxşı bilirəm, masanın üzərindən kağız dəsmal götürüb uzadar mənə sarı və təsəlli verərək, yeni vətən sağ olsun, yeni vətən deyəcək. Çiliklənər boz sükut onun hıçqırığıyla, doğranar sanki içim küt şüşə qırığıyla. Mənə qıymaz, özü isə nalə çəkər ağıyla, qəlbi bala dağıyla. Cığırında daş olun, daşına dönün vətən. Boynu şəhid məzarlı, qəlbi dərdli, yaralı. Başına dönün vətən, başına dönün vətən. Tanrı Azərbaycanı qorusun, şəhidlərimizi Allah rəhmət eləsin.